Ürək və qan damarları mövzusuna dair bir neçə testin izahına baxaq. Əvvəlcə 39-cu testə baxırıq. Hansı qrafik insanda kiçik qan dövranı zamanı karbon qazının qandakı maddə miqdarının dəyişməsini düzgün əks etdirir? Yada saxlayaq ki, arteriya daha doğrusu, bir də vena damarlarında qazların miqdarı dəyişmir. Çünki onlarda qazlar mübadiləsi baş vermir. Sadəcə kapilyar damarlarda qaz mübadiləsi baş verdiyi üçün qazların miqdarı artar və ya azalar. Bizə burada test tapşırığında damar olaraq ağciyər arteriyası, ağciyər kapilyarları və ağciyər venası verilib. Ağciyər arteriyası kiçik qan dövranında ağciyər kötüyündən ayrılan bir damardır və ağciyər arteriyasının tərkibində karbon qazının miqdarı çoxdur. Çünki venoz qan içərisində var və karbon qazı çoxdursa, o zaman biz elə qrafik seçməliyik ki, karbon qazının miqdarı çox olsun. A variantının qrafikini götürə bilərik, C variantının, D variantının, bir də Y variantının. Ardıca digər nüansımız o idi ki, damarın daxilində qazın miqdarı dəyişmir. Demək ki, biz sabit qalan variantları üzərində izah eləməliyik. D variantı yox, C variantı çıxılır. Çünki burada artma işarəsi göstərilib. Bizim testimizin qalan izahı olacaq A variantı, D variantı və Y variantı arasında. Kapilyarlarda dedik ki, qazlar mübadiləsi baş verir. Buna görə də karbon qazının miqdarı azalır, oksigenin miqdarı isə artır. Demək, azalma qrafikini baxırıq. Azalma qrafikimiz bir A variantında var, bir də ki, Y variantında var. İkisi də azalır. Üçüncü venamız isə ağciyər venasıdır. Ağciyər venasında artıq arterial qan axır. Arterial qan axırsa, onda karbon qazının miqdarı sabit olmalıdır. Dedik ki, axı vena damarlarında qazın miqdarı sabit olur, amma qazlar mübadiləsi baş verdiyi üçün ən aşağı səviyyədə olmalıdır. Və Y variantında dediyimiz bütün şərtlər ödənir. Çünki vena damarında, ağciyər venasında karbon qazının miqdarı az və sabit şəkildə olur. Digər test tapşırığımız 72-ci test tapşırığıdır. Əgər 5 dəqiqə müddətində ürəyin aortaya vurduğu qanın miqdarı 25 litr, aşağı boş venadan ürəyə gələn qanın miqdarı isə 15 litrdirsə, 1 dəqiqə ərzində yuxarı boş vena ilə vahid zaman ərzində ürəyə gələn qanın miqdarını tapın. Və burada əlavə olaraq mötərizədə qeyd edib ki, ürəyin aortaya vurduğu qanın miqdarı aşağı və yuxarı boş venalarla ürəyə qayıdan qanın miqdarına bərabərdir. Demək, bizim aortaya vurulan qanımız 25 litrdir. Dedik ki, aortaya vurulan qanın miqdarı həmçinin yuxarı və aşağı boş venaların qanına bərabərdir. Yəni, yuxarı boş vena ilə aşağı boş venanın qan cəmi bizə 25 litr olduğunu bildirir. Çünki aorta ilə bərabər olduğu üçün. Amma burada qeyd edir ki, aşağı boş venaya gələn qanın miqdarı 15 litrdir. Aşağı boş vena 15 litrdirsə, gəlin yuxarı boş venanı tapaq. Yuxarı boş venanı tapmaq istəyiriksə, 25 litrdən 15 litri çıxarıq. Geriyə qalacaq 10 litr. Deməli, yuxarı boş venaya vurulan qanın miqdarı 10 litr olub. Ardıca bizdən 1 dəqiqə ərzində yuxarı boş vena ilə hərəkət edən qanın miqdarını soruşur. Bizim bu tapdığımız 5 dəqiqə üçündür, düzdür? Çünki 25 litr 5 dəqiqə ərzində olan qanın miqdarı idi. Belə bir tənasüb qururuq. 5 dəqiqə ərzində yuxarı boş vena ilə hərəkət edən qanın miqdarı 10 litrdirsə, çünki 10 tapmışdıq, bu dəqiqədir. 10 litrdirsə, bəs 1 dəqiqə ərzində vurulan qanın miqdarı x-dir. X də bərabərdir 2 litr. Cavabımız olur 2 litr. Növbəti testimiz 74-cü testdir. Qan insanın ağciyər kapilyarlarında 37,5 mm məsafə qət etmişdir. Sürəti də bizə verib 0,5 mm bölünsün saniyə sürətlə. Bu zaman 1 saniyəlik ürək sikli şəraitində neçə ürək döyüntüsü olar? Biz əvvəlcə saniyəni tapmalıyıq, yəni vaxtı tapmalıyıq. Vaxtı tapmaq üçün sürət düsturundan istifadə edirik. V bərabərdir S bölünsün T düsturu ilə hesablanır sürət. Buradan T-ni tapaq. T bərabərdir S bölünsün V. Verilənləri yerinə qoyaq.
Məsafəmiz 37,5 mm-dir. Sürətimiz isə 0,5 mm bölünsün saniyədir. Bunu hesabladıqda bizə 75 saniyə verəcək. Yəni zaman müddəti 75 saniyədir. Bizdən ürək döyüntülərinin sayını istəyirsə, ürək döyüntülərinin sayı bərabərdir. Deməli, dəqiqə bölünsün sikl düsturundan istifadə edirik. Yerinə qoyaq hər birini. Dəqiqəni əlbəttə ki, biz saniyə ilə ifadə eləməliyik. Çünki siklimiz saniyə ilə ifadə olunur. 75 saniyəni bizə 1 saniyəli sikl, ürək sikli üçün deyirsə, elə 1 saniyə bölürük. Cavabımız olur 75. Ürək döyüntülərinin sayı 75-ə bərabərdir. Növbəti test tapşırığımız 75-ci testdir. Nisbi sakitlik vəziyyətində insan ürəyinin qulaqcıqlarının 7 dəqiqə boşalması zamanı mədəciklərin yığılmasının davam etmə müddətini dəqiqə ilə tapın. Bunun üçün əvvəlcə biz ürək siklini nəzərdən keçirməliyik. Normalda 0,8 saniyəli sikl üçün birinci faza 0,1 saniyə, ikinci faza 0,3 saniyə, üçüncü faza isə 0,4 saniyə davam edirdi. Və bizə burada ürəyin qulaqcıqlarının boşalması, yəni diastola vəziyyətindən söhbət gedir. Birinci fazada qulaqcıqların sistolası mədəciyin diastolası idi. İkinci fazada qulaqcıqların diastolası mədəciyin sistolasıdır. Üçüncü fazada həm qulaqcığın, həm də mədəciyin diastolası baş vermiş olur. Biz əvvəlcə tapaq 0,8 saniyəli sikl üçün nə qədər qulaqcıq diastola vəziyyətində olub, həmçinin nə qədər mədəci sistola vəziyyətində olub. Demək, burada qulaqcıq sistola vəziyyətindədirsə 0,1 saniyə baxmırıq. Burada qulaqcıq diastola saniyəsindədir, deməli 0,3 və axırıncı 3-cü fazada da, 3-cü mərhələdə də qulaqcıq diastola vəziyyətində olduğu üçün 0,4 ilə 0,3-ü cəmləyirik. Cəm eləyir 0,7 saniyə. Bu bizim qulaqcığımıza aid oldu. Bir də bunu mədəci üçün hesablayaq. Mədəciyin isə biz sistola vəziyyətinə baxırıq. Mədəci sadəcə ikinci fazada sistola vəziyyətində olur. O da 0,3 saniyədir. 0,3 saniyədə də mədəci sistola vəziyyətində olur. Sonra məsələmizə qayıtsaq, 7 dəqiqə boşalma zamanı, qulaqcıq 7 dəqiqə boşalma vəziyyətində olub. Belə bir tənasüb qururuq. Əgər 0,7 saniyə qulaqcıq diastolada olduqda, mədəci 0,3 saniyə sistolada olubsa, bəs qulaqcıq 7 dəqiqə, dəqiqəni də biz saniyəyə çevirsək, əslində bizdən dəqiqə ilə soruşur deyə çevirməyək. 7 dəqiqə ərzində qulaqcıq boşalmış vəziyyətdə, yəni diastola vəziyyətində olsa, mədəci nə qədər sistola vəziyyətində olar? Buradan x-i tapdıqda 0,7, 7 vurulsun 0,3, bu da bizə 3 dəqiqə verəcək. Cavabımız olur 3 dəqiqə. Növbəti sualımız 77-ci test tapşırığıdır. Nəbzi 30 saniyədə 75 dəfə vuran adamın ürək siklində ikinci fazanın davam etmə müddəti birinci fazanın davam etmə müddətindən neçə saniyə çoxdur? Bayaq belə bir düstur yazdıq. Demək, döyüntü sayı və ya nəbz sayı bərabərdir. Deməli, dəqiqə bölünsün sikl düsturu ilə hesablanırdı. Buradan biz siklın sayını tapsaq, sikl sayı bərabərdir dəqiqə bölünsün döyüntü sayına. Bizə dəqiqəni saniyə şəklində yazırıq əlbəttə ki. Saniyə olaraq bizə 30 saniyə verilib. Döyüntü sayında 75 verilib. Buna əsasən biz sikli tapsaq, siklın 0,4 saniyə olduğunu hesablamış olarıq. Ardıca normal siklın 0,8 saniyə olduğunu bilirik. 0,8 saniyəli siklda birinci faza üçün hesablayıram. 0,8 saniyəli siklda birinci faza 0,1 saniyə baş verirsə, bəs 0,4 saniyəli siklda birinci faza nə qədər müddətə baş verər? Buradan x-i tapdıqda x bərabərdir 0,8, 0,4 vurulsun 0,1. Bu da edir 0,5 saniyə. Bir də ardıca
Ardıcı ikinci fazanı da tapaq. Bu bizim birinci fazamızdır. İkinci fazanı da tapsaq, yenə də 0,8 saniyədə ikinci fazamız gedir 0,3 saniyə. Bəs 0,4 saniyəli sikl üçün neçə saniyəyə baş verər? X-i tapsaq, x bərabərdir 0,8, 0,4 vurulsun 0,3. Bu da bizə 0,15 saniyə verəcək. Məsələdə ikinci fazanın davam etmə müddəti ilə birinci fazanın davam etmə müddəti neçə saniyə çoxdur deyə soruşursa, bizim ikinci fazamız 0,15, birinci fazamız da 0,5'dir. Bunun fərqini hesablayırıq. 0,15 çıxılsın 0,5. Bu da bizə 0,1 saniyə verəcək. Cavabımız olur 0,1 saniyə. Növbəti sualımız 82-ci test tapşırığıdır. Əgər 1 saatda 4,5 aylıq bətindaxili dölün ürəyi 4500 dəfə yığılarsa, 30 dəqiqə müddətində onun anasının ürəyi neçə dəfə vurular? Və mötərizədə bizə qeyd edib ki, dölün ürək döyüntülərinin sayı anaya nisbətən 2 dəfə çoxdur. Bizə dölün ürək döyüntülərini 1 saat üçün verib, 1 saatı dəqiqəyə çevirək. 60 dəqiqə ərzində dölün ürəyi 4500 dəfə döyünür. Amma bizdən ananın ürək döyüntülərini 30 dəqiqə ərzində soruşur. Əvvəlcə tapaq ki, bəs 30 dəqiqə ərzində dölün ürəyi neçə dəfə döyünəcək? X-i tapdıqda x bərabərdir 30 vurulsun 4500 bölünsün 60. Bunu hesabladıqda 2250 dəfə çıxır cavab olaraq. Və mötərizədə bizə qeyd edir ki, dölün ürək döyüntülərinin sayı anaya nisbətən 2 dəfə çoxdur. Bu, əgər dölün döyüntülərinin sayıdırsa, ananın ürək döyüntülərinin sayı bu ədədin yarısına bərabərdir. Yəni, ondan 2 dəfə azdır. Demək, biz ananın ürək döyüntülərinin sayını tapmaq istəyiriksə, bunu 2-yə bölərik. Cavabımız olacaq 1125 dəfə. Demək, ananın ürək döyüntülərinin sayı 30 dəqiqə üçün 1125 dəfəyə bərabərdir. Növbəti test tapşırığımız 84-cü testdir. Normal şəraitdə tənəffüs zamanı insan 120 tənəffüs hərəkəti etmişdir. Bu zaman nisbi sakitlik halında ürək mədəciklərinin boşalmasına nə qədər vaxt sərf olunar? Və qeyd edir ki, bizə 1 dəqiqədə 16 tənəffüs hərəkəti baş verir. Əgər 1 dəqiqə müddətində 16 tənəffüs hərəkəti baş verirsə, 16 dəfə tənəffüs hərəkəti baş verirsə, bəs 120 dəfə tənəffüs hərəkəti neçə dəqiqə ərzində baş verir? Buradan x-i tapdıqda x bərabərdir 16, 1 vurulsun 120. Hesabladıqda bizə 7,5 dəqiqə olduğu bəlli olacaq. 7,5 dəqiqəni də biz əgər mədəciklərin boşalmasını hesablayırıqsa, saniyəyə çevirməliyik. Bunu saniyəyə çevirdiyimiz zaman 60-a vururuq. Bu da eləyir 450 saniyə. Və bayaq mən siklları yazmışdım. Birinci fazanı, ikinci faza və üçüncü faza. Biz mədəciklərin diastola vəziyyətini tapmalıyıq. Demək, birinci fazada qulaqcıq sistola, mədəcik diastola vəziyyətində idi. İkincidə qulaqcıq diastola, mədəcik sistola vəziyyətində idi. Üçüncü fazada qulaqcıq da diastola, mədəcik də diastola vəziyyətində idi. 0,8 saniyəlik sikl üçün. Bizə mədəciklərin daha doğrusu diastola vəziyyəti lazımdırsa, demək 0,1, 0,3, bu da 0,4 saniyə. Mədəciyin diastolasını burada görürük. Deməli, 0,1 saniyəni götürürük. Bura sistoladır, götürə bilmərik. Bir də burada görürük. Deməli, ümumən mədəciklərin diastola vəziyyətini 0,5 saniyə müddətində görə bilirik. İndi biz bunu 0,8 saniyəlik sikl üçün hesablamışıq. 0,8 saniyəlik sikl üçün 0,5 saniyə mədəcik diastola vəziyyətindədirsə, bəs 450 saniyədə nə qədər müddətə diastola vəziyyətində olar? Buradan x-i tapdıq. X bərabərdir 450 vurulsun 0,5 saniyə deməkdir bu. Bölünsün 0,8. Hesabladığımız zaman 281,25 saniyə çıxır cavab olaraq. Bir də biz bunu dəqiqəyə çevirməliyik. Çünki cavabımızı dəqiqə ilə verib.
Dəqiqəyə çevirmək üçün bunu 60-a bölürük. Bu da təqribi rəqəm olaraq 4,7 çıxır. Cavabımız 4,7-yə bərabərdir.